Azərbaycanda bir xalq hərəkatı başlamışdı. Onun önünü Moskva almaq istədi, ala bilmədi. Birinci mərhələ. İkinci mərhələdə gördü, ala bilmirdilər. Öz adamlarını yerləşdirdi Xalq Cəbhəsinin rəhbərliyində. Üçüncü mərhələ o adamlar hakimiyyətə gəldilər. Dördüncü mərhələdə də o hakimiyyətin yiyəsinə təhvil verdilər. Bunu demək istəyirəm. Bu çox ciddi iddiamdır. Bunun nə qədər ciddi olduğunu başa düşürəm. Ondan sonra baş verənlər sizin gözünüzün qarşısında oldu. Plandan bir şey kənara çıxmalıdır. Ayaz Mütəllibov gəlməli idi birinci şəxs. Prezident kimi yenidən bərpa eləmək idi Moskvanın planı. Parlament sədri Heydər Əliyev, hökumət başçısı da iki namizəd var idi. Əvvəlcə Etibar Məmmədov nəzərdə tutulmuşdu. Sonradan qiyamdan sonra Sürət Hüseynov namizədliyi ortaya çıxmışdı. Sürət Hüseynov Azərbaycan Respublikasının baş naziri təyin olundu. Çərxi fələk dövr eləyir, dövrana yazığım gəlir. Bu dövranda aciz olan insana yazığım gəlir. Nə evi vardır, nə işi, nə dayısı pullu kişi 40 yaşında subay gezən oğlana yazığım gəlir. Qalıbdı başdı başına baş, düşeydi böyle başa daş, yetim qaçır o baş bu baş, böhrana yazığım gəlir. Köpük kuruş pensiyadan az yalavaz gün keçirir. Medalları satıb yiyən veterana yazığım gəlir. Seçki abı havasıyla efirlərdə bütün günü iktidar salıb oynayır, ekrana yazığım gəlir. Bu milletin problemin demək üçün müxalifət icazə istəyib çıxır meydana yazığım gəlir. Başı bəlalı Mahirin dilincəsin danışmasın. Bugün mənim bütün Azərbaycana yazığım gəlir. Hak amansız olur. Бунт народа или народ, когда бунтует, он беспощаден. Я перевел его слова вот эти вот. Еще раз запишем, чтобы он в шорты не попал. Azərbaycanda bir xalq hərəkatı başlamışdı. Onun önünü Moskva almaq istədi, ala bilmədi. Birinci mərhələ. İkinci mərhələdə gördü, ala bilmir. Təşkilatları, öz adamlarını yerləşdirdi Xalq Cəbhəsinin rəhbərliyində. Üçüncü mərhələ o adamlar hakimiyyətə gəldilər. Dördüncü mərhələdə də o hakimiyyətin yiyəsinə təhvil verdilər. Bunu demək istəyirəm. Bu çox ciddi iddiamdır. Bunun nə qədər ciddi olduğunu başa düşürəm. Ondan sonra baş verənlər sizin gözünüzün qarşısında oldu. Plandan bir şey kənara çıxmalıdır. Ayaz Mütəllibov gəlməli idi birinci şəxs. Prezident kimi yenidən bərpa eləmək idi Moskvanın planı. Parlament sədri Heydər Əliyev, hökumət başçısı da iki namizəd var idi. Əvvəlcə Etibar Məmmədov nəzərdə tutulmuşdu. Sonradan qiyamdan sonra Sürət Hüseynov namizədliyi ortaya çıxmışdı. Sürət Hüseynov Azərbaycan Respublikasının baş naziri təyin olundu. Çərxi fələk dövr eləyir, dövrana yazığım gəlir. Bu dövranda aciz olan insana yazığım gəlir. Nə evi vardır, nə işi, nə dayısı pullu kişi 40 yaşında subay gezən oğlana yazığım gəlir. Qalıbdı başdı başına baş, düşeydi böyle başa daş, yetim qaçır o baş bu baş, böhrana yazığım gəlir. Köpük kuruş pensiyadan az yalavaz gün keçirir. Medalları satıb yiyən veterana yazığım gəlir. Seçki abı havasıyla efirlərdə bütün günü iktidar salıb oynayır, ekrana yazığım gəlir. Bu milletin problemin demək üçün müxalifət icazə istəyib çıxır meydana yazığım gəlir. Başı bəlalı Mahirin dilincəsin danışmasın. Bugün mənim bütün Azərbaycana yazığım gəlir. Hak amansız olur.